materialları tanımalıyıq ki, bilməliyik dırnaq necə olanda hansı materialı istifadə etməliyik. Siz ki, dırnağın üstünə vura biləcəyiniz ən sərt plika 240 olmalıdır. 240-240. Yəni bunun burası da 240-dır, burası da 240-dır. Bu plika çox yumuşaqdır, yox dərəcəsindədir. Zaten dırnağın bir neçə layı var və hər layında da eyni maddələr var da. Kalsi və s. Belə gedə-gedə gedir də. Yəni mən sizə kimya dərsi keçməyəcəm. Bunu bir iki dənəsini yazdım və burada yağın altını çizirəm. Yəni üstünə basa-basa deyirəm ki, dırnağın hər qatında yağ var. Yəni dırnağın yağlılığını götürək deyəndə siz çox pilkalamalı deyilsiniz. Çünki birinci layı pilkalayıb aparsanız da ikinci laydan o yağ çıxacaq, üçüncüdən də çıxacaq. Biz sadəcə olaraq dırnağın üstündəki o yüngül belə parlaq təbəqə var ha, onu götürməliyik. Bax o götürdüyümüz təbəqə nədir? Hansı ki bu ekologiya, maşınların arxasından çıxan tüstülərdir, yapışqanlı hava şəraitidir. Görürsüz evdən çimirik, çıxırıq, gedirik, bütün bədənimiz yapış-yapış olur. Evə gəlirik, qayıdıb yenidən bir də çimirik də. Bax bunların hamısı dırnaqlarımızın üstündə belə qəribə bir təbəqə yaradır. Parlaq bir təbəqə. O təbəqədə bizim üzümüzdən də ola bilər, saçımızın yağından da ola bilər. Materialları qoymur orada qalsın, atır. Ona görə də biz 240 plika ilə sadəcə onu götürürük. Eyni zamanda da dırnağın növünü təyin edirik. Yəni bu dırnaq yağlıdır, yoxsa qurudur. Çünki dırnağın tərkibində yağ olsa da müəyyən səviyyədədir. Hər dırnağın özünə görə tərkibi var. Götürürük 240 plikanı bircə dəfə. Baxın, bu hissəsindən bu hissəsinə qədər, bir dəfə belə eləmirik. Götürüb bax belə axıra qədər, bax belə bu qaydada çəkirik. Çəkəndən sonra plikanı götürürük və yerinə baxırıq. Əgər həmin hissə biraz belə xət-xət düşüb, boş qalıb, bir də xət-xət düşüb, boş qalıb, xət-xət düşübsə və yaxud da tamamilə bir düz xət üzrə matlaşıbsa, bu dırnaq quru dırnaqdır. Quru dırnaqdır. Əgər plikanı götürüb bu qaydada çəkib, sonra baxırıq və dırnaqda heç bir şəkildə matlaşma, yəni iz düşmə görmürüksə, bu dırnaq yağlı dırnaqdır. Yağlı. Dırnağın növünü təyin elədik. Hər iki dırnağın ikisini də üstü xət-xət olana qədər, mat olana qədər 240-dan plikalayırsınız. Matlaşdı dırnaqdan əl çəkin. Var yoxuna qədər oturmayın. İki dırnağımızın növünü təyin elədik. Quru dırnaq, yağlı dırnaq. Və bizdə neçə növ primer var? 2 primer var. Baxın, nə yazıb bura? Non-asid. Bir balaca bura işıqsız düzülür sayın. Non-asid. Yəni base kislotный. Kislatasız. Fərqi yoxdur. Buna nə yazıbdır? Buna heç nə yazmayıbdır, amma açanda iyindən də bilmək olur ki, kislatalı primerdir. Bunu aparatda qurudursunuz. Bu isə özü havada quruyur. Görürsünüz, üstündə də yazıbdır. Havada da quruda bilərsiniz, prosto biraz gec quruyur. İndi bu kislatalı primerdir, bu kislatasız primerdir. Kislatalı primerlar birmənalı olaraq yağlı dırnaqlarda istifadə olunur. Kislatasız primerlar isə quru dırnaqlarda istifadə olunur. Primerin vəzifəsi iki tərəfli skoç deməkdir. Yəni primer tək dırnağın yağlılığını götürmür. Əgər tək məqsədi dırnağın yağlılığını götürmək olsaydı, onda quru dırnaqlara primer vurmazdıq ki, zaten onun yağlılığı yoxdur. Hansı yağlılığı götürəcək? Bu dırnağı bazaya, bazanı da dırnağa yapışdırır. Ona görə buna iki tərəfli skoç deyirlər. Kislatalı primer vurulduğu yerdən, əgər misal üçün kisti sən bura qoydun, buradan çəkdinsə, bir bu qədər də dibə yayılır, özü yayılır. Ona görə heç bir şəkildə kislatalı primeri bütün dırnaq səthindən çəkmək olmaz. O gedəcək bu altlara dolacaq, allergiya verəcək və yaxud da materialların atmağına səbəb olacaq. Ona görə kislatalı primeri vuranda, baxın bu qaydada vurmalısınız. Belə. Siz belə vuracaqsınız, o özü belə hər yerə yayılacaq.